Herkese salamlar. Mən Leyla Davud, ICF yaşam koçu, TT Healer və Azərbaycanda ilk MG terapevt. Sizi ilk YouTube videomda salamlayıram. İlk öncə sizə məlumat vermək istərdim ki, mənim YouTube kanalım tam olaraq %100 şuuraltıya aid olan bütün məlumatları sizinlə paylaşmaq üçün açılıb və burada görəcəyiniz bugündən etibarən bütün məlumatlar hamısı şuuraltına xitab edir. 2023-cü ildən etibarən mən həm bir yaşam koçu olaraq, həm də şuuraltı terapevt olaraq ilk dönəmlərdə, daha sonra MG terapevt və son dönəmlərdə həm də TT Healer olaraq tam şuuraltına çalışdığıma görə və məhz şuuraltı sayəsində həyatımı 180 dərəcə dəyişdiyimə görə bu məlumatı çox insanla paylaşmaq istəyirəm. 2023-cü ildən etibarən bugünə qədər mənim həyatımda hansı dəyişikliklərin baş verdiyini daha net və açıq şəkildə sizə izah edə bilməyim üçün istərdim ki, ondan öncəki, yəni 2023-cü ildən öncəki həyatım barəsində sizə biraz məlumat verim və təbii ki, özümlə tanış edim. 2007-ci ildə mən Azərbaycan Dövlət İqtisad Universitetinə qəbul olmuşam. 2011-ci ildə bitirmişəm. Ali təhsilliyəm, lakin təhsilim üzrə heç bir gün belə çalışmamışam. Yalnız 2 aylıq praktikada olmuşam. Daha sonra, yəni eyni dönəmdə mən ailə həyatı qurmuşam, erkən evliliyim var və 2009-cu ildə İlk övladım Cavid dünyaya gəlib, mənim 20 yaşım var idi, universitetdə oxuyurdum və təbii ki, universiteti bitirdikdən sonra analıq məzuniyyətindən üst-üstə düşdüyünə görə o dönəm mən bir müddət çalışmamağa qərar verdim və təqribi il yarımdan sonra, yəni oğlum 2 yaş yarımlıq olanda onu bağçaya artıq qoyaraq özümə iş axtarmağa başladım. Banklarda, ofislərdə və getmədiyim bank, getmədiyim ofis yox idim. Lakin hər yerdən mən eyni cavabı alırdım. Sizinlə əlaqə saxlayacağıq və ya sizin təcrübəniz bizim üçün yetərli qədər deyil. Niyə universiteti bitirdikdən sonra bir il yarım çalışmamısınız? Və təbii ki, mənim gənc ana olduğumu biləndə, övladımın olduğunu biləndə, yəni bu cür reaksiyalar da olurdu ki, təbii ki, yəni uşaq xəstələnəcək, işə gəlməmək, bu cür məqamları hamısı bilirsiniz ki, nəzərə alınır. Ona görə mən çox uzun müddət, bəlkə bir ildən daha uzun müddətdə özüm üçün iş axtarırdım, amma bütün, yəni getdiyim hər qapı belə deyim, üzümə bağlı olaraq da elə qalırdı. Həmin dönəmlərdə, yəni mənim iş tapmaqla universiteti bitirdim, iş tapa bilmədim və təbii ki, yavaş-yavaş burada daha çox depressiv olmağa başlayırdım. Özümə olan inamı itirirdim, özgüvənsizliyim artıq daha da yüksəlirdi, yetərsiz və dəyərsiz özümü hiss edirdim. Və bu cür olduğu halda təbii ki, ananın bu cür halı uşağa da təsir edir və getdikcə bu hal məndə daha da çoxalırdı. Heç cürə özümə iş tapa bilmədiyimə görə düşündüm ki, və burada normal olaraq ətraf mühitin də mənə olan təzyiqi, yəni işləmirsən, ikinci dəfə ana ol, bu uşaq artıq yaşı irəliləyir, buna bacı lazımdır, ya qardaş lazımdır, tək böyüməsin, egoist olar və təbii olaraq, yəni bir çoxumuz kimi, mən də həmin dönəmlərdə həm gənc olduğuma görə, həm də ətraf olan insanlardan, mənə yaxın olan insanların fikirlərindən çox asılı olduğuma görə bu düşüncənin doğru olduğunu düşünürdüm. Yəni sanki ikinci övladla öz işləyə bilməməyimi, özgüvənsizliyimi kompensasiya edəcəkdim. Lakin burada da məni uğursuzluq gözləyirdi. Çünki ilk övladıma çox rahat şəkildə hamilə qaldım. Hamiləliyim çox rahat, möhtəşəm keçmişdi. Uşaq dünyaya təbii doğuşdan gəlmişdi. Hər şey normal və əla idi. Amma ikinci dəfə ana olmaq istəyim heç cürə reallaşa bilmirdi. Və mən həmin dönəmlər bir çox həkimə müraciət edirdim, bir neçə müalicə
yəni almışdım hətta. Amma əsas səbəb yox idi. Müalicələrin hamısı sadəcə yəni ümumi immun sistemi üçün və ya hər hansısa bədəndə hormonal olaraq o balansı saxlamaq üçün yəni nəzərdə tutulurdu. Mən niyə ikinci dəfə hamilə qala bilmirəm? Niyə ikinci dəfə ana ola bilmirəm? Bu sualıma heç bir həkim dəqiq cavab verə bilmirdi və yəni çoxsaylı nəticələrin və ya üz tutduğumuz hər bir sahə, hər bir verdiyimiz analizdə hər bir şey təmiz çıxdığına baxmayaraq heç bir halda yəni bu alınmırdı və bu müddət çox uzun çəkdi, təqribi 3 ilə yaxın çəkdi və mən həm iş həyatımda yəni uğursuzluq, həm ikinci dəfə ana ola bilməməyin uğursuzluğu bu üst-üstə yığılaraq mənim daha da bu depressiv hallarımın qabarıq hala gəlməsini getirib çıxardı məni və mənim həyat tərzim o dönəmlər necə idi? Mən oğlumu apardım bağçaya, səhər saat 8-də oyadırdım, apardım bağçaya, onu qoyurdum, sonra geri gəlirdim evə. Yəni uzanırdım, yatırdım və axşam uşaq bağçadan çıxana qədər, saat 5-ə 6-ya qədər yatırdım və təsəvvür edin ki, bəzən hətta 6-dan sonra belə oyananda çox belə təşvişli oyanırdım, çünki bağçanın bağlandığı saat idi. Tez gedib uşağı götürürdüm, gəldim evə, ona bir şey hazırlayırdım axşam yeməyi üçün, yedirirdim, otururdum yəni televizorun qarşısında, televizora baxırdı 8-ə 9-a qədər, sonra onu qoyurdum yerinə yatmağa və ondan sonra yəni başlayırdım özüm üçün çipsi, McDonald's, hər hansı bir şirniyyatlar, yəni bu cür tam ziyanlı qidalar, kola, Fanta, Red Bull kimi bu cür ziyanlı içkiləri, onları da yəni içirdim, onları yeyirdim və bu cür gecə 2-yə 3-ə qədər otururdum, hər hansısa deməli televizorda olan proqramlara baxırdım, mənası olmayan, dərinliyi olmayan və gecə 3-də 4-də yatırdım. Təbii ki, səhər saat 8-də oyananda çox aqressiv, çox narahat və uşağı da yəni o cür oyadaraq yola salırdım, apardım bağçaya və bu cür çox uzun müddət davam edib. Təqribi 3 il bu cür davam edib və o dönəmlər mən ümumiyyətlə depressiyada olduğum barədə məlumatım yox idi. Yəni mən ümumiyyətlə bilmirdim ki, mən depressiyadayam və ətrafımda olan heç kəs bilmirdi. Çünki həmin dönəmlər mənim həyat yoldaşım, yəni ölkədən xaricdə çalışırdı və o çox az olurdu Bakıda. O gələndə hər şey sanki düzəlirdi, hər şey yaxşı olurdu. Mən belə çox xoşbəxt maskasını geyinirdim. Valideynlərimin evinə gedəndə onlar bizə gələndə yenə də o maskanı geyinirdim. Rəfiqələrimlə, digər insanlarla hamla, yəni mən o maskanı giyinərək, hər şey əladır, hər şey bombadır maskasını giyinərək özümü belə o dönəmlər aldadım. Yəni özümdən belə qaçırdım və bilmirdim ümumiyyətlə nə baş verir. Və günün birində, bilmirəm necə oldusa, hardan eşitdim, nə eşitdim, necə bu söz gəlib mənə çatdı. Çünki mənim sizə danışdığım hekayə 12-13 il bundan öncə olub və o zamanlar psixologiya, ümumiyyətlə şuuraltı haqqında heç nə bilinmirdi. Psixologiya yeni Azərbaycanda inkişaf etməyə başlayırdı və mən bir psixoloqun nömrəsi necə tapdım, bilmirəm, yadımda deyil həqiqətən də. Sadəcə işlədiyi yeri, yəni xatırlayıram, Kaspian Plazada ofisdə qəbul edirdi və səhv etmirəmsə 1 və ya 2 seans getmişəm. Səhv edə bilərəm, çünki xatırlamıram həqiqətən də. Və sadəcə həmin o 1 ya da 2 seansda, böyük ehtimal ki 2 seansımız olub, mənim yəni psixoloqun mənə ünvanladığı 2 ya 3-cü sualdan sonra yalnız və yalnız çox ağladığımı xatırlayıram. Hətta ilk sual, yəni mən ona müraciət etməyim, niyə mən ikinci dəfə ana olmuram deyə yəni müraciət etmişdim. O da mənə bir sual vermişdi ki, bu ana olma isteği həqiqətənmi sizə aiddir? Və mən orada demişdim ki, yox, mən özümü anama sübut etmək istəyirəm ki, mən yəni çalışmıram, iş tapa bilmədim
istədim ən azından ikinci dəfə övlad olum və bir ana kimi öz anamın gözündə bir dəyər qazanım. Və ondan sonra çox ağlamışdım. Yəni mən o ağladığım anları və uzun çəkdiyini nə şəkildə xatırlayıram. Təbii ki, ondan sonra yəni anamla olan münasibətlərdən böyük ehtimal ki, danışmışıq. Yəni hər nə qədər xatırlamasam da, yəqin terapiya, yəni özüm də bu sahədə olduğuma görə hal-hazırda böyük ehtimal məhz bu cür irəliləmişik. Bilmirəm sonra niyə getmədim, həqiqətən də niyə davam etmədim. O zamandan etibarən mən bu yola çıxsaydım, yəqin ki, hal-hazırda daha fərqli bir həyat təcrübəsi yaşayardım. Lakin son dönəmlər daha dəqiq olsam, son 2 il ərzində başıma nə gəlsə gəlsin, çox ağır hadisələrdən ailəvi olaraq keçsək belə, yenə də hər şeyə şükür etməyə və baş verən mənfilərin belə mənim xeyrimə olduğuna, əslində təsadüfün olmadığına, yəni həyatda təsadüf yoxdur və mən məhz 2023-cü ildən etibarən bu sahəyə daxil olmuşamsa, daha öz üzərimdə çalışaraq digər insanların şəfasına vəsilə olaraq, deməli ki, belə də lazım idi. İndi isə həmin dönəmlərə geri dönərək, mən o 2 seansmı və ya hər hansısa o 2 seans ərzində aradan götürdüyüm blokajlarmı, ya nədirsə, onlardan sonra mən yəni bir dönəmlərdə, yəni şəxsi inkişafla çox yaxından maraqlanmağa başlayanda yavaş-yavaş özümdə olan o aydınlamaları yaşamağa başladım. O aydınlamalar hər nə qədər çox olsa da və mən hər nə qədər artıq özümü hər tərəfdən görməyə başlasam da, yenə də hər hansısa bir hərəkət etmirdim. Yəni edirdim, hərəkətlərim çox sakit idi, çox yavaş idi və məni hər hansısa bir gözə görülən nəticəyə aparmırdı. 2022-ci ildə mən bu özümdə olan o məqamları kəşf edərək və həmin ildə Instagram üzərindən bir neçə webinar keçirərək öz izləyicilərim üçün gördüm ki, insanların mənə olan güvəni və marağı getdikcə artır və istədim bunu daha professional şəkildə onlara təqdim edim və məhz yaşam koçu olmağa qərar verdim. 2022-ci ilin avqust ayında ICF yaşam koçluğuna, yəni bu arada qeyd edim ki, ICF beynəlxalq bir sertifikatdır və dünyanın hər bir yerində, hər bir şirkətində, bütün beynəlxalq şirkətlərin hamısında keçərlidir. Və mən həmin dönəmlər, yəni 6 aylıq deməli sertifikatla keçməli idim. Həm biz coaching dərslərimiz olurdu, həm imtahanlarımız olurdu, həm canlı terapiyalar keçirdik orada mentorların qarşısında. Həmin dönəmlərdə, yəni 2022-ci ilin sonuna doğru həyat yoldaşımın səhhəti ilə bağlı problemləri başladı və hər şey öncədən çox kiçik görünsə də, çox cüzi bir problem olaraq sağlamlıq problemi görünsə də və bir çox insanlarda məhz həqiqətən də bir dərmanla keçib gedən bir xəstəlik olsa da, təəssüf ki, 2023-cü ilin yanvar ayının 5-də həmin xəstəlik çox pis şəkildə, hətta deyərdim, o xəstəliyin ən sivir, ən ağır formasında mənim yoldaşımda aşkarlandı və həmin dönəmdən etibarən, yəni həmin il, 2023-cü il, yanvar, aprel, bu 4 ay ərzində mən düz 2 dəfə həyat yoldaşımı təcili yardıma, yəni daxili qanaxmala və hardasa həyatını itirmə dərəcəsində çatdırmışam və o dönəmlər burada hər ikisində də tək olmuşam, yəni elə alınıb və övladlarımı sadəcə evdə qoyaraq yoldaşımı götürüb təcili tibbi yardıma çatdırmışam. O dönəmlərdə mən başa düşdüm ki, yəni bunlar hamısı elə-belə baş vermir. Burada hər hansı bir səbəb var. Burada mən nəyisə görmürəm. Yəni böyük rəsmi tam görmürəm. Çünki biz adətən belə öyrədilmişik ki, yəni bu cür hadisələr, pis hadisələr, hər hansısa mənfi insanların başına gəlir, yoxsa gərək insan bir pis şey eləsin ki, belə şey yaşasın, belə hal yaşasın. Nə özümdə, nə də həyat yoldaşımda bu cür halı
yəni aşkarlaya bilmədiyimə görə və olmadığına görə mən başa düşdüm ki, burada səbəb tam fərqlidir və həmin dönəmlərdə şuuraltı aləminə məni aparan bir insanla tanış oldum. Hal-hazırda da çox dəyərlidir mənim üçün. Həm mənim terapevtimdir, həm çox gözəl dostumdur, həm mənimlə 2024-cü ilin dekabr ayında Bakıda Bulvar Otel Marriott'da birgə bizim seminarımız baş tutub, canlı baş seminarımız və ondan sonra yavaş-yavaş, yəni biz bu yola çıxdıqda yavaş-yavaş elə bilin ki, puzzle'lar özləri yığılmağa başlayır. Daha sonra digər insanlar, digər təlimlər və beləliklə mən 2023-cü ili bir tərəfdən həyat yoldaşımın xəstəliyi ilə mübarizə apararaq, yəni 2023-cü il 12 ayının demək olar ki, çox hissəsini, 6-7 ayın, hətta yarısından da çox hissəsini mənim həyat yoldaşım xəstəxanada keçirmişdi və o dönəmlərdə mənə dəstək olan yaxınlarım, əzizlərim sayəsində mən sırf özümü təlimlərə və ümumiyyətlə bu niyə baş verir deyə bu cür məqamlara həsr etdim və 2023-cü ildən etibarən şuuraltı terapevt kimi çalışmağa və 2023-cü ilin sonunda möhtəşəm və bir çox insana hələ ki tanış olmayan və mənim doğrudan da bir çoxları bunu mən dediyimdə qıcıq olsalar belə, doğrudan da mən Azərbaycanda ilk imge terapevtəm. Hal-hazırda bir neçə başqa terapevtlərimiz də var və mən buna çox sevinirəm həqiqətən də. Lakin bu ilki, yəni bu terapiya ilə ilk olaraq mən tanış olmuşdum və mən bu barədə öz səhifəmdə, Instagram səhifəmdə məlumat verəndə, bu terapiya haqqında anons verəndə doğrudan da heç bir deməli izləyici, heç bir mənim öncədən digər terapiyalarda olan müştərilərim tanış deyildilər. Və o gündən bu günə həm özüm MG terapimi, yəni terapiya olaraq tamamlamışam. Çox möhtəşəmdir. Hətta indi hal-hazırda belə ara-sıra müraciət edirəm yenə də və mənimlə artıq çalışan və imge terapilərini yekunlaşdıran onlarla müştərim var və demək olar ki, hər birinin həyatında çox möhtəşəm dəyişikliklər var. MG terapi metaforik bir terapiya növüdür. Bizim həyatımıza, yəni həyatımızın bütün sahələrinə aid olan metaforlarla imgələnib və bir metaforik adanı gəzirik biz terapiya zamanı. O ada çox möhtəşəm, çox gözəldir, həyatımızı əhatə edir və heç bir hekayəni danışmaq ehtiyac yoxdur. Heç bir travma haqqında məlumat verməyə ehtiyac yoxdur. Hər hansısa insanın yaşadığı ağır təcrübələr, taciz olsun, təcavüz olsun, digər məqamlar olsun və ya bu cür insanlar olur ki, həyatlarında hal-hazırda baş verən məqamları paylaşmaq istəmirlər, cinsəlliklə əlaqəli ola bilər, olmaya bilər və ya hər hansısa münasibətlər, ikili münasibətlər və ya tam fərqli də ola bilər və bu barədə terapevtdə, yəni imge terapi çərçivəsində heç bir məlumat verməyə ehtiyac yoxdur həqiqətən də. Çünki oradakı olan metaforlar həyatımızı hamısını təsvir edirlər və müştəri adanı gəzərək şuur altında özü də bilmədən onu narahat edən bütün sahələrin şəfalanmasına səbəb olur. Cəmi 7 seans protokolumuz var imge terapi çərçivəsində. Yəni 7 seans ərzində biz həm daxili uşaqlığımızı, həm daxili qadınlığımızı, həm daxili kişiliyimizi, həm də ruhumuza olan o yolculuğu tamamlayırıq və bu həyata biz ilk öncə bu həyatı bir ruh olaraq seçmişik, daha sonra bir fiziki bədəndə özümüzü təsdiq etmişik. Lakin fiziki bədəndə özümüzü tanımağa başladıqca, ətrafdan gələn hər hansı inanclar, travmalar olduqca biz təəssüf ki, ruhumuzu unutmuşuq. Ruhumuzu unutduğumuzda, necə ki, mən öz ruhumu unutmuşdum və ondan öncəki baş verən o depressiv hallar, iş tapa bilməmək, övlad sahibi ola bilməmək, sonra başqa bir ölkəyə gəlib çətinlik çəkmək, yəni bunlar hamısı
məni o yanlışa çağırmaq üçün idi. Lakin mən onların hamısını ignor etdim və ignor etdiyimizdə biraz həyat bizi, kainat deyək, bizi biraz belə möhkəm silkələyir ki, yəni ey insan, özünə gəl və öz ruhuna qayıt, öz ruhunla bir və bütün ol ki, istədiyin o möhtəşəm həyatı yaşaya biləsən. Və biz imge terapi sayəsində məhz bu 7 seansa tam o fiziki bədənimizlə ruhumuza tərəf bir yol gedirik və 7 seansın sonunda biz ruhumuzla bərabər bir hala gəlirik. 7 seans imge terapi adi psixoterapiyanın 30-40 seansını əvəz edir. Çünki psixoterapiyada insanın yəni özü-özündən belə üzləşmək istəmədiyi məqamlar var və şuurlu terapiyada, psixoterapiya hər nə qədər mən bəyənsəm də, lakin onun nəticə verməyi biraz daha uzun çəkə bilər və bir çox insan bunu maddi olaraq da qarşılaya bilmir çox saylı seansların. İmge terapiya isə cəmi 7 seansa şuur altı proses getdiyinə görə əslində şuur altında olan bütün proseslər şuurdan daha tez cərəyan edir və ona görə 7 seansı biz 30-40 seans psixoterapiyanla rahat şəkildə əvəz edə bilirik. Və mən öz imge terapi seanslarımda əslində ruhum məndən nə istəyir, ruhumun mənə mesajları nədir, nə üçün mən bu ağır təcrübəni yaşayıram, bütün bu suallarıma cavab tapdım və mənim ən böyük, yəni boşluğum olan, özümdə ən böyük özgüvənsizlik, yetərsizlik, dəyərsizlik və son dönəmlər çarəsizlik duyğu, yəni inanclarıma səbəb olan, xüsusən də həyat yoldaşım xəstələrindən sonra mən nə edərəm, mən çalışmıram, pul qazana bilmirəm, mən tək qadınam, övladlarım, 3 övladım var. Bir şey olsa Allah qorusun, mən onlara necə baxa bilərəm? Yəni mənim maddi tərəfim, maddi azadlıq və işləməmək tərəfim çox boşluqda idi və bütün mənfi inanclara bağlı olduğuna görə uşaqlıqda hətta özümdən deyil, lakin üst nəsildən gələn travmalar sayəsində, yəni qadınların bizim nəslimizdə işləməsi çox böyük bir travmaya bağlıdır deyə mən də o travmaya tutunub, yəni 15 il, hardasa 13 il işsiz olaraq və analıq məzuniyyət davam edən və bitməyən analıq məzuniyyətində özümü həbs etmişdim. Və mən şuuraltı aləmə baxandan sonra, başa düşəndən sonra ki, hər şey oradadır, bütün yəni qapıların açarı oradadır. Yəni əslində bizim qarşımızda bir bağlı qapı ola bilər. Amma eyni zamanda 500 açar ola bilər. Biz o 500 açarı hardan bilə bilək ki, məhz bu qapını hansı açarı açacaq? Lakin şuur altıya endikdən sonra orada olan və bizi narahat edən məqamları gördükdən sonra hansı qapını, hansı açar aça bilir, çox net bir şəkildə görürük. Məhz imge terapiyada bu cür terapiya növüdür. Lakin biz bilirik ki, yəni %100 tam istədiyimiz o möhtəşəm həyata çatmağımız üçün, yəni həyatın gedişatında biz daim irəliləməliyik və biz daim bir hərəkətdə olmalıyıq, hədəf və məqsədlərimizə doğru getməliyik. Burada da yəni mən bir yerdə dayanmağı artıq net şəkildə qərar verdim. Yəni bu zamana qədər mənim etdiyim ən böyük səhv yerimdə dayanmağım olub. Biraz da yəni həmin o kursun təsisçisi mən özüməm, A-dan Z-yə şuur altını yenidən yaz. 2024-cü ildə artıq o kursu 2 dəfə aktiv hala gətirmişəm və birinci qrupda olan ödəniş ikinci qrupda X2 oldu, yəni 2 qat bahalığına oldu. Ona görə ki 3 aylıq kurs bizim şuur altımız haqqında bütün məlumatları, yəni nə var, nə yox, hətta sizin belə təsəvvür edə bilməyəcəyiniz məqamları da əhatə edir. Və birinci qrupun geri dönüşləri o qədər möhtəşəm, o qədər wow idi ki, ikinci qrupa, yəni ikinci dəfə həmin kursu aktiv edəndə o geri dönüşlər sayəsində yeni qrup artıq 2 qat bahasına həmin kursu əldə etdi. Doğrudan da o kursda olan məlumatları sırf bir yerdə, hamısını bir yerdə siz heç yerdə tapa bilmərsiniz.
Yəni müxtəlif olan necə deyim, məlumatlardan kitab, YouTube, TikTok, Instagram və ya qoşulduğunuz digər hansısa bir təlimlərdə yenə siz 8 texnika paylaşılır və siz həmin texnika sayəsində öz üzərinizə çalışaraq çox gözəl nəticələr ala bilərsiniz. Daha sonra öz yaxınlarınızın üzərində də tətbiq edə bilərsiniz. Çünki kurs sertifikatlandır və bu sizə şuur yoluma davam edəcək. Gəlib çatdığım növbəti istiqamət Theta Healing oldu, Theta Healing texnikası və mən istər özümdə, istər müştərilərimdə imge terapi seansları bitdikdən sonra normal həyat gedişatımızda bizi hər hansısa bir narahat edən məqam ola bilər və ya terapiya aldığımıza görə keçmişdən hər hansısa bir inancımız aktiv ola bilər, geri gələ bilər. O zaman nə edə bilərik deyə mən həm özümə sual verdikdə, həm də bu sualı müştərilərimdən aldıqdan sonra Theta Healing texnikasından tanış olmağa qərar verdim və heç də peşman deyiləm. Artıq son 11 aydır ki, yəni mən Theta Healing təlimini 2024-cü ilin mayından almağa başlamışam və həmin gündən etibarən hər gün özümə Theta Healing seansı edirəm. Theta Healing texnikasını mən nəyə görə bəyənirəm? Çünki bizim şuur altımız təəssüflər olsun ki, bir çox mənfi kodlamaları və mənfi inanclarımızı yığıb saxlayır. Və o mənfi kodlar və inanclar bizə həyatımızda irələməyə imkan vermir, pul qazanmağa imkan vermir, hər hansı gözəl münasibətlər qurmağa imkan vermir və ya olan münasibətlərimizdə partnyorla, həyat yoldaşıyla hər hansı uğursuzluqlar yaşayırıq. Övladlarımızla olan, yəni hər nə qədər onlara yaxşı ana olmaq istəsək də təəssüflər olsun ki, ola bilmirik və hətta heç vaxt etmərəm dediyimiz bir şeyləri övladlarımıza təkrarən edirik. Məhz bunların hamısını nəzərə alaraq, yəni bunlar hamısı bizim mənfi kodlarımızdan irəli gələn bir şeydir. İş tapa bilməmək və ya ümumiyyətlə nəinki iş, özümüzü bu həyatda necə təsdiq edək, kimik biz, nəyik biz, nəyə xidmət edirik, bu cür məqamlara yəni işıq salmaq üçün mən məhz Theta Healing-a müraciət etdim və təkrar edəcəm, heç də peşman deyiləm. Çünki mənə görə mükəmməl bir formula var və hansı ki, mən öz üzərimdə bu formulanı tətbiq etmişəm və əgər məni Instagram səhifəmdən daha yaxından izləsəz, bununla daha yaxın tanış ola biləcəksiniz və ya inşallah bu kanalda paylaşacağım növbəti videolarda da bunu görəcəksiniz. Mənə görə mükəmməl bir formula var. İmge terapi bizi möhtəşəm şəkildə travmalarımızdan, bizi incidən, bizi aşağı çəkən, bizi duyğusal boşluqlara salan o travmalardan çıxarır və şəfalandırır. %100 nəticə verən və verdiyi nəticəni ömürlük, yəni şuur altında metaforlar sayəsində dəyişir deyə, ömürlük orada təməlini qoyan bir terapiya növüdür. Daha sonra biz özümüzü daha yaxşı anlamağımız üçün, ümumiyyətlə şuur altı nədir? Biz imge terapiyada necə bu cür nəticələrə sahib olduq, necə oldu ki, bu qədər dəyişdik, biraz daha dəyişə bilməyimiz üçün və özümüz öz üzərimizdə işləyə bilməyimiz üçün nə edə bilərik deyə A-dan Z-ya şuur altı kursu, həm özüm, yəni həmin təbii ki, o kursun, yəni tam olaraq özüm də onu, orada olan məlumatları mənimsəmişəm və daha sonra digərlərinin də faydalanması üçün təsis etmişəm və üçüncü məqam Theta Healing. Bu da inanclarımıza bağlıdır. Travmalar və inanclar bir-birinə bağlı və bu cür şəkildə bağlı olan iki mövzudur. Təsəvvür edin ki, yəni travmalar ağacın kökləridir, torpağın altında olan və gövdəsi isə inanclardır. Daha sonra budaqlar gəlir, bizim yəni həyat budaqlarımız və orada artıq o budaqlar üzərində gözəl yaşıl yarpaqlar mı çıxır, yoxsa o budaqlar quru mu qalır, o artıq bizim həyatımızı təsvir edir. Amma hər şey travma və inanclardan gəlir. Biz bir travma yaşayırıq, ona aid bir inanc bizdə formalaşır və o formalaşan inanc bizim bütün həyatımıza əks olunur.
və biz hər ikisini, həm ağacın kökünü, həm gövdəsini çox gözəl şəkildə şəfalandırdıqdan sonra artıq bizim həyat ağacımız çiçəklənməyə və yarpaqlanmağa başlayır. Theta Healing bizə bu zəncirin, yəni sonuncu halqası olaraq, bu an üçün sonuncu halqası olaraq tamamlanmağa kömək edir. Çünki dediyim kimi normal həyat gedişatında bir çox şey ola bilər və biz hansı inancımıza bağlaya bilərik, başa düşə bilərik. Ümumiyyətlə biz terapiyalardan keçdikdən sonra ən vacib məqam başlayırıq öz valideynlərimizə, öz nəslimizə olan deməli bütün necə biz onlara davranırdıqsa, əgər onlara qarşı incikliyimiz, narahatçılığımız, əgər onlara qarşı hər hansısa bir qınağımız var idisə, bütün hər şeyi yəni biz yavaş-yavaş başlayırıq anlamağa. Bunların hamısının üstü açılır. Və sizə belə bir sir açım ki, əgər biz valideynlərimizi qınayırıqsa, təəssüflər olsun ki, həyatımız heç vaxt istədiyimiz kimi %100 olmayacaq. Ona görə ki, orada bir qınaq var və yəni kimi qınamalı deyilik, məhz bizim valideynlərimizi, ümumiyyətlə heç kimi qınamalı deyilik. Özümüzlə bağlı məqamlar ola bilər, özümüzü yəni dəyərləndirmirik, yetərsiz, özgüvənsiz hiss edirik və daim özümüzü, belə deyim də, özümüzü də qınayırıq. Sən beləsən, sən hələsən, ağıllı olmadın, iş dəfə bilmədin, bir dənə həyat yoldaşını dilə tuta bilmədin, uşaqlarına yaxşı ana ola bilmədin. Bu təbii ki, özümüzü, hamımızı sevməməyimiz barəsində məlumat verir və Theta Healing sayəsində biz bunları da aradan qaldırırıq. Özümüzü sevirik, özümüzü bağışlayırıq, nəslimizi qəbul edirik, onları olduqları kimi qəbul edirik. Bu çox vacib bir məqamdır və özümüzü həmin nəslə aid hiss etdiyimizi yəni görürük və yalnız aura və çakralarımızla çalışırıq. Ali mənliyimiz, biz kimik bu dünyaya, niyə gəlmişik? Sonsuz potensialımız nədədir? Yəni biz niyə buradayıq? Hansı işə biz xidmət edirik? Misal üçün mən yalnız bu aləmə, yəni şuuraltı aləminə daxil olandan sonra başa düşdüm ki, mən kiməm? Yəni mən uzun bir yol gəlib, özünü görməyib, özündən keçib və özünü sevdiyini düşünən bir insanam, amma ən böyük çətinliyə düşəndə başa düşdüm ki, məhz hələ özümü sevmədiyimə görə bu cür bir hal yaşadım və mənim potensialım, mənim ali mənliyim kimin qarşısına mən çıxıram, yəni bu video şəklində ola bilər, Instagramda ola bilər, kimsə məni kiməsə tövsiyə edə bilər öz yaxınlarına. Mən həmin qadınların bu yolu daha rahat, daha yumşaq, daha anlayışlı, daha az travmatik şəkildə keçməklərinə vəsilə olan bir insanam, bir bəndəyəm. Və eynən, yəni sizin də fərqli potensiallarınız ola bilər, lakin bunu yəni aşkar etmək üçün siz ilk öncə ali mənliyinizlə, yəni burada olan ali mənliyinizlə, yaradanla olan o sıx münasibətinizi, o inamınızı, güvəni və sonsuz təslimiyyəti tapdıqdan sonra yalnız sizin üçün daha doğrusu açılacaq ki, sizin sonsuz potensialınız məhz hardadır. Yalnız bu məqamları tamamladıqdan sonra bir çox insanın ilk olaraq qaçdığı bolluq, bərəkət və uğurlu gələcəyə manifestasiyanı biz yenə də Theta Healing çərçivəsində edə bilərik. Və burada niyə Theta Healing sualını mənə ünvanlasaz, mən sizə açıq şəkildə deyəcəm ki, Theta Healingdə olan, yəni bir çox insanın, mütəxəssisin istifadə etdiyi çəhrayı ponilər və ya milyarder kişini kodlama, bu cür absurd məqamlara mən əsla qaçmıram və bunların işlədiyinə də inanmıram. Amma beynin Theta dalğası, yəni Theta Healing bir beyin dalğasıdır. Beta, yəni bizim 4 beyin dalğamız var. Beta, alfa, theta, delta və beta hal-hazırda biz sizinlə burada ünsiyyətdəyik. Alfa biraz yuxu öncəsi və səhər yuxudan oyandığımızdadır. Theta biraz daha yuxuya dərinləşdiyimizdə və delta narkoz halında olduğumuzda, çox dərin yuxuda olduğumuzdadır. Və biz Theta Healingdə, yəni Theta dalğasında nə edirik? Yüksəlirik Theta dalğasına, yaradanla olan o güvən bağımızı qururuq, daha da bərkidirik, möhkəmlədirik. Çünki normal gündəlik həyatında təəssüflər olsun ki, o bağ o qədər də möhkəm deyil. Yəni
bəzən özümüzü hətta aldada bilirik bu mövzuda. Biz teta dalğasında yüksəlirik. Teta bir beyin dalğasıdır və orada bildiyiniz inanc dəyişimi edirik. Yəni əslində bunu afirmasiya olaraq bir çox yerdə görə bilərsiniz. Lakin afirmasiya beynin beta dalğasında olan da güzgü qarşısında, normal həyatda, maşın sürəndə və falan o biraz bizdən daha çox zaman tələb eləyir və burada beyin işin içinə qarışır. Biz nə vaxt desək ki, mən bolluq, bərəkət içində yaşamağa layiqəm, beyin oradan deyir ki, boş-boş danışma, yəni sənin nəslində belə, necə deyim, varlı yaşayan insan olmayıb, sən hardan? Oysa ki, elə deyil. Biz öz üzərimizə işləyərək həqiqətən də həyatımızı 180 dərəcə dəyişə bilərik. Baxın, mən sıfır gəliri olan, hətta ümumiyyətlə həyatında heç bir gəliri olmayan bir qadın olaraq bugün sizin qarşınızdayım. Həm kurs təsisçisiyəm, həm Teta Healing proqramı təsisçisiyəm, həm imge terapevt olaraq çalışıram, həm bir çox sayda marafonlar, webinarlar keçirmişəm artıq və mənim gəlirim yetəri qədər yüksəkdir. Və bu gəliri nəinki qadınlara, hətta bəzi kişilər belə qazanmır. Ona görə sizin qarşınızda canlı nümunə olaraq hər şeyin şuur altına həll edib səbirli, əzimli, disiplinli olduğumuzda biz nail ola bilirik istədiyimiz hədəf və məqsədlərə. Teta Healing və mənim tərtib etdiyim Teta Healing proqramı hansı ki mütəmadi olaraq aktivləşir və bunun üçün Instagram səhifəmi izləyə bilərsiniz. Həmin proqramın özəlliyi nədir? Həmin proqram bir ay davam edir və orada daxili 8 meditasiya və 8 video dərs özünü seç, özünü sev mövzusunda meditasiyalarda yenə həyatımızın bütün sahələrinə əhatə edir. Aura, çakra, ali mənlik, sonsuz potensial, gecə və səhər meditasiyaları, çünki gecə və səhərimiz necə olur, yəni gecə necə yatırıq, səhər necə oyanırıq, çox vacibdir. Sağlamlığımızla bağlı olan meditasiyamız, özümüzü bağışlamaqla bağlı meditasiyamız, nəsil gücü, bu çox vacibdir. Bolluq, bərəkət və manifestasiya. Son 2 meditasiyamız budur. Çünki öncəkiləri dediyim kimi biz əgər həll etməsək, bolluq, bərəkət və manifestasiyanı nə qədər etsək, hesab edin ki, boş hava balonunu üfürmüş oluruq. Ona görə bu proqramın da özəlliyi odur ki, imge terapi kursu keçdikdən sonra proqrama müraciət edəndə və ya bunun yeri tam fərqli ola bilər, proqram, kurs və imge terapi, yəni bu 3 zəncirin halqasını necə istəsəz dəyişə bilərsiniz. Mənim sizə tövsiyə etdiyim, gedişat ilk olaraq imge terapidən başlamağınızdır. Təbii ki, ən böyük yolunuzda dayanan ən böyük daşları aradan qaldırmaq üçün və daha sonra ardıcılığı istədiyiniz kimi dəyişə bilərsiniz və ya o daşları görməyiniz üçün ilk olaraq Teta Healing proqramına qatılıb inanclarınızın, travmalarınızın harada olduğunu aşkarlayıb əks istiqamətdə də hərəkət edə bilərsiniz. Yetər ki, biz həyat yolu içində, həyatın ərzində hər daim inkişafda olaq və hər daim irəliləyək. Və dediyim kimi, bu proqramın özəlliyi ondadır ki, bir ay davam edir və bir ay ərzində biz durmadan şuur altına Teta Healing dalğasında yeni inanclar, yeni afirmasiyalar, ümumiyyətlə həyat nə qədər gözəl ola bilər, necə möhtəşəm ola bilər. Mən bütün video dərsləri və bütün meditasiyaları məhz o cür hazırlamışam ki, mərhələli şəkildə şuur altımız bizim ümumiyyətlə tam fərqli bir həyatla tanış ola bilsin. Və biz bunu bir ay ardıcıl olaraq hər gün etdiyimizdə, bir ay bitəndən sonra, yenə də artıq bir ay ərzində bütün iştirakçılar Teta dalğasına necə yüksəlib, inanc dəyişimi, hiss yükləməsi necə edə bilərlər, çox gözəl şəkildə öyrənirlər və bir aydan sonra onlar artıq özləri də hər gün və Teta Healing'in ən möhtəşəm tərəfi odur ki, özümüzə tətbiq etdiyimizdə gün ərzində 5, maksimum 10 dəqiqə zaman sərf edərək bütün günümüzə yön verə bilərik, bütün günümüzün gedişatını dəyişə bilərik, uğurlu və möhtəşəm, əyləncəli, ruzulu, bərəkətli, sağlam olması üçün hər gün niyyət edərək bu cürdə günümüzü kodlaya bilərik. Və bu proqram sayəsində keçmişin yüklərindən özümüzü bağışlayaraq, nəsil nümayəndələrimizi bağışlayaraq, bütün keçmişə aid hər bir şeydən azad olaraq
möhtəşəm, artıq gələcəyimizi rahat şəkildə manifestasiya edə bilərik. Mənim bugün sizinlə paylaşmaq istədiyim məlumatlar bu qədər. Unutmayın ki, hər bir insan, hər bir zaman, daha doğrusu hər bir insan üçün ən uyğun zaman var ki, nə vaxt həyatını dəyişə bilər və əgər sizin qarşınıza bu video bugün çıxıbsa və bilin ki, o işarə sizin üçün artıq gəlib, sizin onu sadəcə görməyiniz və onu təsdiq etməyiniz lazımdır. Hər birinizə diqqətiniz üçün təşəkkürlər. Əgər hər hansısa bir suallarınız yaranarsa, bu videonun rəy bölməsində yaza bilərsiniz. Sağ olun, növbəti videolarda görüşənədək.